Zuhur nədir yəni? Zuhur budur ki, Allah bir dənə şəxsiyyəti qeybət çəkməklə mütləq həm insan daxilində ümid xəlq eləyir, gözlənti xəlq eləyir. Özdə hansı gözlənti? Fitrətin tələb elədiyi gözləntidir ya. Bir var insana kənardan kimsə hər hansı bir söz deyə, insan otura o sözündən əmələ gələn bir təfəkkürün gözləntisi ola. Bir var insana bu deyilən sözlər fitri çağırışdır. Niyə Həzrət Peyğəmbərin 14 əsr bundan qabaq zuhurla bağlı dediyi sözlər bu qədər əleyhinə əksi təbliğatlar olduğu təqdirdə, amma insanın öz daxilində buna ehtiyacı var. Görən hardan qaynaqlanıb bunlar? Hardan ələ gəlib? Çünki o çağırışlar fitri çağırışdır. Həmən İmam Zaman əleyhissalamla zuhurla Ramazanın nə əlaqəsi var? İnsan paklaşmasa ədalət tələb ola bilərmi? Xeyr. İnsan mənəvi saflaşmasa hansı ədaləti tələb eləyə bilər? Bəyəm Muaviyə Şamda elan eləyəndə mənbərlərində 3-cü gün cümə namazı qılanda ədalətdən danışmırdı mı? Amma o ədalət hansı qapılarda qərarlaşmışdı? O ədalət insanların qanını tökməkdən başqa nəyə xidmət edirdi? İndi gələ insan bu mənəvi ayda paklaşmasa nə qədər zuhurun intizarını çəkə bilər?